Salam. Bu günləri çox dadlı nar qovurma hazırladım. Kərə yağlı, kərə yağında ətli, soğanlı, ətri bütün evi bürüyüb. Çox ləzzətli, çox dadlı. Abunə olub, like qoyun. Videolarımı paylaşanda ilk siz görəsiniz. Təşəkkür edirəm. Nar qovurmasına lazım olan ərzaqlar, nar dənələmişəm. 2 dənə nardır. Ətdir. Həmişə qoyun əti ilə hazırlayıram. Bu dəfə mal əti ilə hazırlayacağam inşallah. Duru yağ, sulu yağ və 2 dənə nara, 3 dənə balaca belə soğan vuracağam. Keçək hazırlamağına. Soğanlarımı doğradım. Mən nar qovurmanı hazırlayanda çox sevdiyim yeməklərdən biridir. Nar qovurmanı hazırlayanda 2 cür yağdan istifadə edirəm. Bir duru, bir də kərə yağı. Duru istədiyinizi, yəni zeytun yağı ilə də eləyə bilərsiniz, kukuruzla, qarğıdalı ilə də və kərə yağı. Kərə yağım ərisin, qəşəng. Üzərinə əti tökəcəm. Biraz əti qovururam, sonra soğan əlavə edirəm. Yağım əridi. Tökürəm ətimi. Bismillah. Çox vaxtı əti qaynadılır, yeməklərə əlavə olunanda. Baxır hansı yeməklərə, amma axır vaxtlar yağı əti qaynatmıram. Belə əlavə edirəm, xoşum gəlir, belə də pişir. Yəni qaynayanda elə bilirəm dadı gedir. Bu şəkildə daha çox sevirəm. Yəqin ki, mənim kimi çox belə hazırlayanlar var. Azca bişirəcəm, belə qatışdırıb. Hələ duzunu, ədviyaları yəni əlavə etmirəm. Biraz bu şəkildə tam qovurmadım. Yağda sadəcə hər üzünü çevirdim. Mühürlədim də elə bir bu şəkildə. Və üzərinə soğanı əlavə edirəm, doğradığım. Dediyim kimi, kim istəsə lap bol soğan əlavə edə bilər. Mən adi ət vurmadan da, əlavə etmədən soğanla nar qovurub belə yeməyi çox sevirəm. Dadlı olur. Ətlə də çox dadlıdır. Elə ətsiz də nar qovurma çox qəşəngdir. İndi qəşəng soğan ölsün, qovrulsun. Sonra əlavə edəcəm narı. İndi narın tam vaxtıdır. Maşallah boldur. Allah hər kəsin ruzusunu da bol bərəkətli eləsin. Üstə hər kəs öz istədiyini, yəni yeməkləri hazırlasın inşallah. Narla çox videolar paylaşacağam. Bu günləri ilk istədim narla ət qovurmanı hazırlayım. Sonra uşaqlar üçün dadlı konfetlər hazırlayacağım nardan. Videolarımı qaçırmayın. Yeni videolardan sizlərlə, çox qəşəng, maraqlı videolardan sizlərlə paylaşacağım inşallah. Ətlə soğan çox super qovrulur. Kərə yağını da iyi evi bürüyüb. Hələ nara əlavə edəndə lap olur bomba. Qəşəng. Gəlin baxın yaxından nə gözəldir. Super qəşəng qızılı rəngini alır. Biraz da qovururam. Belə çək yaxından. Belə narı axıdıram üstünə. Narı tökürəm üzərinə. Duzu, ədviyaları hələ. Danışa bilmirəm, neçə vaxt çəkmirəm deyəm. Ədviyaları hələ. Narı əlavə elədim üzərinə. Ədviyaları hələ əlavə etmirəm. Qapağını bağlayıram. Vamxotda bişsin. Beyaqları dediyim kimi ədviyalarını əlavə etməmişdim. Vamxotda hardasa 15-20 dəqiqədir, 15 dəqiqədir. Özü üçün qəşəng bişir. İndi ədviyaları əlavə edirəm. Adi, sadə, duz və qara istiot. Baxın rənginə, nə gözəl. Maşallah. Qapağını yenə örtürəm. Vamxotda qəşəng bişirirəm. Hazır oldu. Baxın. Nə qəşəng daddı. Hardasa bir 30-35 dəqiqə pişirdim. Tam belə bu halda. Yəni nar tam bişir. Nar qovurmam hazır olana qədər kartuşkaları da qızartdım. Təzə kartuşkalar da dadlı olur da. Xoşum gəlir. Nar qovurmanın yanında düşünürəm kartuşka lap belə qəşəng olur. Amma aşla da eləyib yeri, yəni dadlı olur. Mən kartuşka ilə daha çox sevirəm. Bu şəkildə qəşəng. Baxın nə qəşəng daddı. İnşallah hazırlayın. Çox sevəcəksiniz bu şəkildə. Nədir? Qəşəng, bol yağlı, iştah açıcıdır. Zeyzam həmişə olduğu kimi səhvlərimi düzəldir. Super.
Nar qovurmam hazır oldu. Baxın nə qəşəngdir. İnanılmaz, çox dadlıdır. Siz də hazırlayın. Nuş olsun. Biz də gedək yeməyə.